Kino Fondunun dəstəyi ilə. Peterburg Animasiya Studiyası. Riki. Senaryo müəllifi Aleksey Lebedev. Rejissor Denis Chernov. Bəstəkarlar Sergey Vasilyev, Marina Landa. Prodüserlər İlya Popov, Anatoliy Proxorov, Timur Bekmambetov. Gülməcələr, başlanğıc. Nece de romantikti. Hiç bilmedim ki burada şelale var. Uy! Bak belə. Belə. Ay, yavaş. Yox, mən indi bu beli atacağım. Dayan, indi mən taparam. Oy, düzün deyim ki, hələ də başa düşmürəm, bu nəyə gərəkdir? Bax, bu çox yaxşı yerdir. Kirpi, bax bu bizə lazım deyil. Bu bizim qutunu 100 ildən sonra qaçıb çıxaranlara lazımdır. Bəlkə də milyon ildən sonra. Ver bura. Onlar necə yaşadığımızı öyrənib, bundan nəticə çıxaracaqlar. Kirpi düşünürdü ki, mən mayakda gecələməkdən qorxacam. Onda nə düşündüyümü hardan bilirsən, hə? Mən sənə belə söz deməmişdim. Həm də sən mayakda gecələmədin. Amma öz təxəyyülümdə gecələmişəm. İstəyirsənsə öz fikrini yaz. Bu xülyaların heç bir mənası yoxdur. Onlardan heç bir nəticə çıxarmaq mümkün deyil. Yox. Yalnız kimsə onların hamısını mənə vermədiyi halda bunların heç bir mənası olmur. Mənaların çox olması isə pis deyil, çünki heç bir məna olmamaqdan daha yaxşıdır. Budur, bu qum kimin üçünsə sadəcə olaraq qumdur. Amma kimin üçünsə o gələcək nəsillərə naməni qoruyub saxlayır. Deyəsən sən harasa çökürsən. Razıyam, həddindən çox dərin qazdım. Amma mən məna ilə dolu dünyada yaşadığıma inanıram və bu inamı dünyanın bütün köklərini dəyişmərəm. Qutardı, yetdi. Mən qumu nəzərdə tuturam. Nə? Yox. Sən, salamatsan. Deyəsən. Görəsən hara düşmüşük, hə? Mən hardan bilim? Hansısa mağaradır. Şşt! Sakit, eşitirsən. Nə? Xışıltı səsi gəlir. Orada. Gör necə işıq saçır. Amma başa düşmürəm necə işıq saçır.
Batareya ilə. Yəqin ki. İşe bir bak. Bu ki... Dinozavrda. Aradan çıxmaq lazımdır. Ben bu mölçeri koyup gitmeyeceğim. Hiç yere. Dovşan! Dovşan! Götürdü. Gitti tez. Tez! Tez. Tez. Kemeyle. Axı bu hardadır? Lap kənarında. O, Nüşə. Nüşə. Mən sənə demək istəyirdim ki, mən... Mən... Vəssalam. Mən balıq tək sustan da qabağında dayanıb uçurumun kənarında 100.000 dəfə təkrar eləyirəm yenə Nüşə. Amma bil ki... Tutuyorum. Getdik. Axı sizə buradan nə lazım idi? Nə? Cavab verin! Xal hesablandı. Nə danışırsan? Balam auta getdi. Xal hesablandı. Görün bizim burada neyimiz var? Bile. Səliqəyle qoyun. Bakın bile. Axı bu... Aman tanrım. Onun adı neydi? Adı... Televizor. Nuteş! Orada ne işlənirsən? Mənim əziz dostum, lehim alətini hara qoymusunuz? Mən 3 il olar görməmişəm. Nədir? Eğer o işləsə biz bütün dünyada ne baş verdiğine bakabiləcəyik. Müxtəlif maraqlı hadisələri, görkəmli adamları görəcəyik, hə? Əlbəttə. Keşke Nuteş onu təmir eləyə bilsin. Yoksa mən artıq bütün jurnalları oxumuşam. Hərəsini bir neçə dəfə. Amma hiss eləyirəm ki, mənim bu dünya haqqında biliklərim elə tam deyil. Belə, bizim elektromagnet dalğalar şəklində məlumat qəbul edicimiz var. Necə də maraqlı sxemlərdir. Bırakın beni. Bəsdi məni itələdiniz, bəsdi. Qızları qabağa bırakın. Belə, Bu çox təhlükəli şeydir. hazırdır. Yadımdan çıxmışdı. Siz hələ darıxmamısınız.
Anda biz kahramanımız hakkında hikayeye başlayırıq. Lucien. Lucien. Mən mağazaya gedirəm. Özüm üçün təzə şampun alacağam. Onun da adı eynən mənim adım kimidir. Lucien. Şampon Lucien. Derhal bu nömrəyə zəng vurun və endirimli alın. Əgər mağazaya gedirsənsə, qeyri-adi heç nə gözləmirsən. Amma biz bilirik ki, Doktor Caligari və onun əlaltıları mürgüləmirlər. Lucien bezləri. Siz nə qədər ıslansaz da həmişə quru qalarsınız. Aferin. O əsl qəhrəmandır. Əzil centilmendir. Bu Lucien çox zirək oğlandı. Televizora kim gəldi düşə bilməz. Bu dəfə Doktor Caligari'siz keçindi. Hərçənd bilmək olmaz. Yanğınlar onun üslubuna aiddir. Lucien, sən tərədəsən. Bu yanğın mənim dahiyənə planımın bir hissəsi idi. Öldürün onu. Oy, necə də iyrənc məxluqlardır. Onlar Lucien'i niyə öldürmək istəyirlər? Axı o yaxşı oğlandı. Ben de onları başa düşmürəm. Onlar düşmənlərdir. Lucien'in həyatı. Hadisə yerindən çəkilişlər hər gün 24 saat ərzində. Lucien! Mən gəlirəm Caligari! Öldürün onu! Lucien, hiss eləyirəm ki, həyat məni tərk eləyir. Sən mütləq yaşamalısan, Maria. Günah məndədir ki, vaxtında sənin köməyinə çata bilmədim. Yox, Lucien, özünü günahlandırma. Sən əlindən gələni elədin. Hətta daha çox. Özünü Caligari və onun əlaltılarından qora. Onlar olduqca çoxdur. Maria! 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 Daha belə bacarmıram. Artıq belə bacarmıram. Mən utanıram, çox utanıram. Nə baş verdiyini bilmirəm. Amma yeryüzünün təhlükədə olduğu aydın görünür. Onu anlaşılmaz, pis məqsədlərlə hərəkət edən saysız hesabsız kütbeyin, amma olduqca hiləgər şər qüvvələr hədəliyir. Mənsə qoca kötük. Burada bütün düşmənlərdən uzaqda həyatdan həzz alıram və vecimə də deyil ki, yaxşı adamlar mənim əvəzimə yaramazlara qarşı mübarizə aparır. Əlbəttə, bundan sonra da belə yaşayıb mənsiz keçinəcəklərini düşünmək olar. Amma mən daha belə bacarmıram. Bütün bu hadisələr heç də yaxşı deyil. Yaxşı adamlar mütləq əlbir olmalıdırlar. Yoxsa bu pis Caligari'lər bizi bir-bir öldürərlər. Eynilə Maria'nı öldürdükləri kimi. Düzdür. Ola bilsin bizim burada olmağımızın əsas mənası ondadır ki, lazımi məqamda bütün qüvvəmizi toplayıb onlara qarşı mübarizəyə qoşulaq. Elədir ki var. Lucien'i tapmaq lazımdır. De görüm siqnal hardan gəlirdi deyirsən? Dənizdən. Nədir? Yoxsa lap ağlınızı itirmisiniz? Tez olun uşaqlar, tez olun. Aferin sizə. Mayna. Mayna. Daha doğrusu Vera. Aha.
Bak bura. Dostum, onu hara aparım? Axı mən heç şey görmürəm. Getir. Aha, bura. Bak Bura. Aha, Bura... ala. Koruyun Lucien. Tez ve doyumlu. Özünü gözle Caligari. Belə. Ala. Mənim üçün Lucienlə işləmək ilk növbədə çox böyük şərəfdir. Lucien mənə ilham verir. Hər zaman düzgün və qorxmaz olmağı öyrədir. Mən zamanəmizin yeganə qəhrəmanı ilə dost olduğum üçün fəxr edirəm. Nə qədər ki sənin qaldığını bilmirdim. Nə eləyəcəyim ağlıma da gəlmirdi. Amma indi mayaka görə rahat ola bilərəm. Xahiş edirəm, gecələr işıq yandırmaq yadından çıxmasın. Ey, siz bu salla hara üzəcəksiniz? Dənizdə sizi elə birinci dalğa yuyub aparacaq. Mən bilirdim ki, hamımız dəliyik. Amma daha bu dərəcədə olmaz axı. Eğer alicənab məqsədin varsa, onda sənə hər şey kömək eləyir. Dənizdə, səmada, hamısı. Nədir, məyər görmədin 3 gün əvvəl Lucien tək başına okeana necə üzüb keçdi? Hələ ona atışmaq lazım idi. Hamınız dəli olmusunuz. Mən öldürəcəm. Mən bu Lucien'i öldürəcəm. Öldürəcəm onu. Öldürəcəm. Tutun onu! Tutun, ağlını itirin. Hamısı əsəbləndi. Sən İstirahət başa elə. düşmürsən, orada mübarizə gedir. Axı niyə bunu bura qoymusan, niyə? Yalvarıram sənə. Hamı göyərtəyə. Lucien, de görüm seninle ne vaxtsa görüşəcəyik. Əlbəttə. Ne vaxt? Bilmirəm. Bəlkə də 10-20 ildən sonra. Yardıma görə çox sağ olun. Sizi heç vaxt yaddan çıxarmayacağam. Sən bir işə bax. 20 il. Məni də gözləyin. Məni də gözləyin. Yine ne istiyorsan koç. Koç! Məni də gözləyin. Kömək eləyin mənə. Kömək. Ey, qoç, bəs mayak necə olacaq, hə? Onun işığını yandırıb sizin dalınca üzdüm. Fikirləşdim ki, axşam ağlınız başınıza gələr və biz onun işığı ilə evimizin yolunu tapa bilərik. Amma siz elə tez, elə uzaq üzmüsünüz ki, daha onun işığı görünmür. Yaxşı da heç olmasa televizorun işığı qaranlıqda görünürdü. Amma indi mən bilmirəm ki, biz evə necə qayıdacağıq? Biz evə yalnız qələbə ilə qayıdacağıq. Ay, getir maskanı tax. Bu nədir? Hey, biz buradayıq. Hey, bizə kömək eləyin. Bizi də gətirin! Hey! Hey, biz buradayıq. Hara üzürsünüz? Hey gemidəkilər, biz buradayıq! Bizə kömək eləyin. Bizi de götürün! Bizi burada qoyub getməyin. Bizə kömək eləyin. Ay! Gəlini saxlayın! Kömək eləyin. Hemen meşhur ən dahiyana planımdır. Bu dəfə Lucien mənim əlimdən qutara bilməyəcək. Qəbəlin!
Yoxsa Lucien gecikir? Bizi xilas eləməyin vaxtıdır. Ya indi, ya da heç vaxt. Mən deyirəm ki, ya indi, ya da heç vaxt. Heç nə eşidə bilmirəm. Mən sənə demək istəyirəm ki, mən səni... Sen bir işe bak. Biz çatmışız. Biz çatmışız. Biz çatmışız. Biz bunu bacardık. Biz çatmışız. 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 Biz bacardık. Bacardık. Biz bunu bacardık. Bacardık. Biz çattık. Sahil sərhəd xidməti. Xahiş olunur sərhədlərin yoxlanışını arzulaşasınız. Bizim sənədlərimiz yoxdur. Siz hardan gəlmisiniz? Dənizdən üzüb gəlmişik. Yaxşılara kömək eləmək üçün. Lucien! Deyin, siz niye bizi parmaklık arkasında saklıyorsunuz ha? Çünkü bu şehirde hiç kim sizin kim olduğunuzu ve hardan ne için geldiğinizi bilmir. Hem de ne kimi xəstəliklərlə. Burada öz təlxələrimiz bizə bəs edir. Bəs siz niye sifətlərinizi maska ilə bağlamışsınız? Düşünürsünüz ki biz sizi sonra gözlerinizden tanıyabilmeliyiz ha? Onların Caligari için işlemediği ve yaxşılardan oldukları yalandı. Buna yalnız axmaqlar inanabilir. Yaxşıları heç vaxt həbs eləmir. Hə, dərhal görünür ki, bizə pusku qurublar. Biz Luciensiz buradan çıxa bilməyəcəyik. Kimsə onun yanına gedib bizim gəldiyimizi xəbər verməlidir. Bəs kim gidəcək?
əlbəttə, daha kimin bəxti belə gətirə bilər? Bəs bu kimindir? Kirpi! Kirpi! Далеко, там за облаком, там за облаком твой остался дом. Тянется ниточка из окна твоего. В доме том не погашен свет, не погашен свет, но тебя там нет. Тянется ниточка из окна твоего. Чтобы ты посреди дорог и вернуться смог. Тянется ниточка тонкая ниточка из окна твоего. Bağışlayın, deyə bilməzsiniz, bütün gəlmələr ilk növbədə hara yollanırlar, hə? Hara? Əlbəttə ki, muzeyə. Təşəkkür eləyirəm. Sən niyə burada oturmaq? Muzey yalnız səhər açılmaq. Get! Get buradan, get! Hara? Necə yəni hara, evinə? Mənim evim buradan çox uzaqdadır. Burada isə hələ özümə ev tapmamışam. Soyuqdur? Acımısan, hə? Mənim adım Pindir. Hər şeydən pis onda olur ki, o hamar sət üzərindədir, amma külək yoxdur. Onda o qaçır və qanadlarını yelləyərək qaldırıcı qüvvə yaradır. Hava qanadın ön kənarından onun yuvarlaq yuxarı səthinə süzülərək hərəkətini sürətləndirir və bununla aşağı təzyiq yaradır. Qaldırıcı qüvvə də məhz qanadın altı və üzərindəki bu təzyiq fərqindən yaranır. O səmaya qalxır və uçur, 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 uçur. Sonrasa onların kökü kəsilmək, meteorit düşdü və kökləri kəsilmək, kaput, hamısı öldülər. Bəlkə onlar televizorlardan öldülər, hə? Nə televizor? Onların elektrik enerjisi də yox idi. Amma televizor, batareya ilə işləyən. Nə batareyalar? Əgər sən uça bilirsənsə, batareyalar nəyinə lazımdır? Sənin ləminə lazımdır batareya, televizor, elektrik cərəyanı, hamısı. Amma səmaya qalxıb uça bilsəydin, onda sənə ümumiyyətlə heç nə lazım olmazdı. Sən azad olardın. Mən burada yaşayıram. Demək olar ki, bura mənim evimdir. Hələ ki, əsl evim yoxdur. Bax.
Bunları özün fikirləşmisən? Bəs kim? Tiradaptil fikirləşəcəkdi. Uzan yat. Onsuz da dostların gecə gəlməyəcək. Bəs sən harda? Mən gecə heç vaxt yatmır. Bacarmır. Ona görə də burada qarolçu işləyir. Ay, hərdən sadəcə uzanıram. Mexanika haqqında müxtəlif kitablar oxuyuram. Pin, sən də Lucien kimi yaxşısan. Amma qorxuram ki, mən bütün digərləri kimi səni də yuxuda görürəm. Səhər yuxudan oyananda evdə olacam. Orada isə Kroş və başqaları artırmada gözləyir. Bugün növbəti dəhşətli qarət baş verib. Lucienin öz məşhur teleşousunda şərlə mübarizə apardığı vaxtda cinayətkarlar pis əməllərini reallıqda həyata keçirirlər. Zərər çəkənlər şokdadır. Bu cəvahiratları mənə anam bağışlamışdı. Dəvə, sən hara baxırdın? Qadın, mən Lucienin şousuna baxırdım. Proqramımızın davamını mübahisələr, araşdırmalar və hava haqqında məlumat davam elətdirir. Mən ciddi deyirəm. Nə danışırsınız, nə danışırsınız? Mən bacarmıram. Gəlir, hamınız hazırlaşın. Ay. Hə? Kim burada birinci sübut eləmək istəyir ki, o yoluxucu deyil? Hə? Nədir? Hazırsan quşçuğaz? Bəli. Xeyr. Bəli, bəli. Xeyr. İlişdim. В городу мне было хорошо, но тут неожиданно дождик пошел. И я решил расстроиться, но мне успокоиться помог прохожий, вот и хорошо. Спасибо тебе, прохожий. Xeyr. Yox. Xeyr. Спасибо тебе, прохожий. Но кто же ты, кто же ты, кто же ты, кто же? Спасибо тебе, прохожий. Спасибо тебе, прохожий. Но кто же ты, кто же ты, кто же ты, кто же? Я шел по темной улице без видимых причин, и тут повстречались мне двое мужчин. И я решил расстроиться, но мне успокоиться помог прохожий. Lucien! 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 Спасибо тебе, прохожий. Спасибо тебе, прохожий. Ay! Кто же ты, кто же ты, кто же ты, кто же? Dayan! Dayan deyirəm sənə! Qanunun adı ilə əmr eləyirəm, dayan! Çəkil yoldan! Diqqət! 15 dəqiqədən sonra Lucien şousunun çəkilişləri başlayır. Lucien buradadır. Deyəsən buradadır. Hey, buraxılış. Dayan! Buraxılış. Sənə deyirəm, dayan! Dayan deyirəm sənə! Dayanın. Dayan! Спасибо тебе, прохожий. Но кто же ты? Sakit çəkiliş gedir. Спасибо тебе, прохожий. Спасибо тебе, прохожий. Но кто же ты? Кто же ты? Кто же ты? Кто же? Но кто же ты? Кто же ты? Кто же ты? Кто же?
Onun müqabiləsi. Budur. Şəxsi həyatında nə yeniliklər var? Heç nə. Onun borcları? Mərkəzdə böyük ev alıb, amma hələ pulunu ödəməyib. O bizimdi. Aman tanrım, belə də dekor olar. Lucien! Görüm, parça olum. Lucien! Lucien, cəld ol. Bizə sənin köməyin lazımdır. Kənara çəkil dostum. İndi burada ciddi qalmaq olacaq. Sən mənə güvənə bilərsən. Nədir bu? O 3 donuz balası nevciydi. Kaligar'ın gizli kahasından dekorlar hardadır? Mən süjeti dəyişmişəm. Daha heç bir dava-dalaş, atışma, təqiblər olmayacaq. Lucien öz evinə qayıdır, ailə qurur. Bağçasında işələnir. Bu yaşda mən atılıb düşmək, qaça-qaç qətiyyən yaraşmaz. Mən dəli deyiləm ki. Düzdür. Atılıb düşmək qaça-qaç deyirsən? Ax, sənin yerinə burada hər şeyi kaskadyorlar eləyir. Sən axmaq gülümsəməkdən, sir-sifətinə qəhrəman ifadəsi verməkdən başqa ümumiyyətlə heç nə bacarmırsan. Tez olun dekorları dəyişin. Biz Kaligar'ın kahasında döyüş səhnəsini çəkməliyik. Mən Lucienəm. Burada mənsiz heç nə olmayacaq, heç nə. Sən heç kimsən. Kapatıç, karton aktyor. Bir zamanlar disko üslubunda yaxşı hərəkət eləyirdin. Amma indi... Sən zülmətdən gəldin və günəşi tanıya bilmədin. Onda qoy külək əssin, göy guruldasın, ildırım çaxsın və şimşək sənin cahil başını işıqlandırsın. Sabah dalımca evimə qaçıb gələcəksiniz. Sən evinə getmək istəyirsən? Buyur, gedə bilərsən. Amma nəzər al ki, artıq sənin evin yoxdur. Biz onu sənin borclarını ödəmək üçün layihəni pozduğuma görə satırıq. Müqaviləni diqqətli oxumaq lazım idi. İndi sənin nə evin, nə maşının, nə əmanətin, nə də təqaüdün var. Hətta bütün bunları verdikdən sonra sən yenə də bizə o qədər borclu qalacaqsan ki, ömrünün axırına kimi hesablaşa bilməyəcəksən. İndi sənin nə adın, nə də nüfuzun var və səni heç kim, heç yerdə işə götürməyəcək. Mən bununla şəxsən özüm məşğul olacağam. Yaxşı, getdik. Vaxt puldur, niyə dayanmısınız? Şou davam eləyir. Хорошо, долой заботы, пусть дела летят кувырком. В голове 4 ноты, ступи-дуби-дуби-дупом. Хорошо, что легкий дождик. Mən mağazaya gedirəm. Özüm üçün təzə şampun alacağam. Onun da adı mənim kimi Julien'dir. Да, кругом голова, да, не нужны слова мне. Ступи-дуб-дуби-дуб, ступи-дуб. O ikinci bar idi ya. Yaxşı danışırdı. Külək, göy gürültüsü, ildırım, şimşək haqqında. Yoxlayın onu. Diktor kimi. Hava haqqında məlumatda. Хорошо, не торопиться, все само случится потом. Dayan. Если не случится, хорошо, не вешай носа, не ходи с нахмуренным лбом. Есть ответ на все вопросы. Да, кругом. Məndə sizin üçün çox maraqlı təklif var. Əl çək məndən. Lucien. פפוטו ליעמד גל מה יושב יחידו יאלחר הנחל והשיפה חסס הסמך Biz niyə dayanmışıq? עמלו יעמד ג'לו ריג'ה לוסן אין ממק אבאז בזי ריסה לוסן אבאז ביזיכרה ריסה לוסן עליו רבל בחור על בלוסן
Fantazirashi. Onlar bizə demişdilər ki, sizin yanınıza gəliblər. Bura qol çəkin və bütün formalıqlar yoluna qoyulacaq. Дуби-дуби-дуби-ду-пум! Siz kimsiz? Lucien'in məğlub edilməz komandası. Hə! Lucien daha yoktu. O dedi ki, Lucien yoktu. Necə yəni? Necə yəni yoxdur? Ola bilməz. Bəs biz səni indi necə adlandıraq? Heç necə. Ehtiyatlı olun. Kapılar bağlanır. Növbəti dayanacaq. Sahil kenarı. Qulaq asın. Axı sizə məndən nə lazımdır? Biz sənin yanına gəldik. Gəldik. Sənə televizorda baxırdıq. Biz sənə kömək eləmək istəyirik. Düzdür. Mən bugün heç kimə avtoqraf vermirəm. Başa düşün. Lucienin fanatları təşkilatı artıq bağlıdır. Əl çəkin məndən. Məni rahat buraxın. Bircə siz çatışmırdınız. Nə? Necə yəni? Axı biz sənin yanına O nə gəlmişik. danışır? İndi biz neyək ya? Neyək? Yaxşı. Bir dəfəlik yadınızda saxlayın. Burada heç vaxt birlikdə olmuş. Burada hərə özü üçündür. Mübarizə aparmağa gəlmisiniz, onda mübarizə aparın. Hərə özü üçün. Vəssalam. Uşaq bağçası qutardı. Artıq yetkinlik dövrü başlandı. Bir dəqiqə. Qulaq as, sakit ol. Nə? Sənə nə deyirlərsə onu da elə. Məyər başa düşmürsən ki, bu sınaqdır? Elə bilirsən o haqq ədalət mübarizlərini küçədən yığır. Axı biz onun başına qar kimi düşmüşük. O bizə göz qoyur. Hər yer Kaligar'ın adamları ilə doludur. Odur ki, nəğvi işləmək lazım olur. Elimcil nömrə! Uçuruma tullanış! İfa eləyir məşhur Lucien! Eyni zamanda həmçinin kapı atış! Tullan görüm. Xoş gəldin, Lucien. Kapatış. Xoş gördük. Nə oldu? Hələ də kirpinizi tapa bilməmsiz? Hər gün axtarırıq. Mən artıq bütün şəhəri başdan başa axtarmışam. Heç yer yoxdur. Bəlkə də o məxfi işə keçib, hə? Təsadüfən xəbərin yoxdur. Yox. Yeri gəlmişkən. Əla. Mən bax buna başa düşürəm. Başçı. Gəl bir də! Hə, bir də tullan. Belə. Bax belə. Kirpi itib. Bəlkə də sən onları sadəcə görməmək. Yox, bugün də heç kim gəlmədi. Hə, deməli sabah gələcəklər. Şou davam eləməlidir. Mövsümün əsas hadisələri Yeni super qəhrəman. sizə təqdim edirik. Julien'in şousu.
Biraz yavaş. Biz buraya yaxşı girmişik. Kroş, Karış, bu sizsiz. Hoş gördük. Xoş gördük. Akşamınız xeyir. Siz kimsiz? Bəs sən kimsən belə? Mən burada əslində qalsa heç kiməm. Gündüzlər dostlarımı gözləyirəm. Gecələr səpim məni yatmağa buraxır. O burada qaravulçudur. Siz heç kimə deməzsiniz ki, yoxsa onu mənə görə cəzalandırarlar. Yox, demərik. Heç kimə demərik. Heç kimə. Siz də gecələr işləyirsiniz? Hə, adətən gecələr. Bərpaya aparırsınız, hə? Bərpaya. Bəs bunları niyə götürmüşsünüz? Məyər biz axmağıq? Axı siqnalizasiya var. Buna bax, əgər sən bizə kömək eləsən, biz sənə minnətdar olarıq. Tanışdığımıza çox şad oldum. Əgər şəhər bankında gecələsən, bizə xəbər ver. Orada böyük qədim seyf var. Bir-iki. Biz onu çoxdan bərpa eləmək istəyirik. Hələlik, sağ ol. Çao dostum. Görüşərik. Getdin. Tez olun, tərpənin. Nə? Mərkəz. Mən onu görürəm. Nişan almışam. Əlbiri də peyda oldu. Kirpi, sən nereye görə qapını açmaq? Siz mühasirəyə alınmısınız. Müqavimət mənasızdır. Əllərinizi yavaş-yavaş yuxarı qaldırın. Sabahınız xeyir. Bugün bizi yaxşı, günəşli hava gözləyir. Dəyişkən buludlu və vaxtaşırı güclü küləyə çevrilən normal... Ay! Axı, bu nədir belə? Ay, yaxşı ki sınmadı. Axı bu qoyun harada qaldı? Efirə 3 dəqiqə qalıb. Gəldim. Biz buraya yaxşı girmişik. Bəli. Nüşa. Televizoru qoş və hava haqqında məlumata bax. Belə. Bizim patrol dirijablından xəbərlər. Gördüyünüz kimi yuxarıda güclü külək əsir və bu günə hava məlumatını öyrənməyin əsl vaxtıdır. Sabahın xeyir qoç. Sabahınız xeyir. Bugün bizi hələ də yaxşı, günəşli, bəzi yerlərdə isə dəyişkən buludlu hava gözləyir. Mülayim, vaxtaşırı güclüyə çevrilən külək əsəcək. Dənizdən bizə tərəf siklonun irəlilədiyinə baxmayaraq, bu sənə çoxdan demək istədiklərimi deməyə mane olmur, Nüşa. Mən sənə çoxdan demək istəyirdim ki, Nüşa. Mən səni... Ay, yax! Dayan görüm, o tapıldı. O tapıldı Nüşa. Nə baş verib? Kirpi tapıldı. Keçən gecə muzeyin qarovulçusu və onun əlbiri Uzun müddət şəhəri qorxuda saxlayan cinayətkarların quldur dəstəsi həbs olundu. soyğunçular aradan çıxa bilmədilər. Bu hadisə haqqında nə düşünürsüz? Bu cinayətkarların mənəviyyatı yoxdur. Məhkəmə təcili, amma ədalətli olacaq. Hökm qətidir və heç bir şikayət qəbul olunmur. Afərin cənab hakim.
Çox gözəl. Əla! Düzgün qərardır. Aman tanrım. Axı bu nə oyundur mənim başıma gəlir. Axı siz məndən nə istəyirsiniz? İstəyirsiniz gedim həbsxananı partladım? Amma biz sizsiz öhdəsindən gəlmərik. Axı bunun mənə nə dəxli var? Ümumiyyətlə, siz kimsiz ki, mən sizin xətrinizə, hərdən xırda sevindirici məişət hadisələrinin baş verdiyi həyatımdakı olan qalan bu cüzi rahatlığımı da təhlükəyə atım. Axı sən bizim haqq ədalət uğrunda mübarizəmizdə lider və müəllimimizsən. Bizim işimiz üçün kirpi azadlıqda daha sərfəlidir. Əminəm ki, bu Kaligarinin əməlləridir. O qorxub ki, sən indi tək deyilsən və yaxşılar birləşməyə başlayır. Ona görə də bizi tək-tək məhv eləmək qərarına gəlib. Kaligari sadəcə uydurulmuş personajdır. Əslində belə bir adam yoxdur. Eynilə Lucien kimi. Onlar uydurublar ki, daha asan olsun. Əgər bir adam pisdirsə, həyatımızda nə baş verirsə onun boynuna atırıq. Yəni ki, bütün günahlar ondadır. Digər isə yaxşıdır. Çünki bizim ümidimiz olsun. Yəni bizə lap dözülməz olanda o kinodakı kimi gələcək və bizə kömək eləyəcək. Hə? Burada anlaşılmaz nə var ki? Biz də elə onu deyirik ki, artıq dözülməzdir. Kirpini xilas eləmək lazımdır. Axı, siz başdan xarablara izah eləyirlər ki, onun peşəsi belədir. O sadəcə rol oynayır. Və o, bizim özümüz üçün uydurduqlarımıza cavabdeh deyil. Bu sadəcə teatr kimidir. Teatr kimi? Hər şey yalandan idi. Deməli, Lucien ümumiyyətlə yoxdur, heç yerdə. Heç kim də köməyə gəlməyəcək. Heç kim. Gedək uşaqlar, gəlin. Sağ olun. Onlara izah elədiyin üçün çox sağ ol. Mənimlə işin olmasın. Bağışla, amma biz qızıl boşqab tapa bilmədik. İstənilən bəlada kömək eləyər Lucien. Aldığımız məlumata görə kirpi hardasa oradadır. Nə olsun ki? İndi bir darvazadan aşarıq. Aydındır. Başa düşdünüz? Hə? Aydındır. Bəs sonra nə edəcəyik? Yaxşı sualdır. Hə? Və siz nə vaxtsa belə bir söz eşitmisiniz? Plan. Hə, yeri gəlmişkən, bizim heç olmasa hansısa fəaliyyət planımız ya da taktikamız var. Ay, plan. Bizim heç bir planımız yoxdur. Bəs biz onu hardan götürək? Əlbəttə ki var. Qaranlıq işlər üzrə bir mütəxəssis var.
sənin çox gözəl evin var. Qulaq as. Gələn dəfə mənə yazğın gəlsin. Əvvəlcədən xəbərdar elə ki, gələcəksən. Yoxsa mən qocalmışam, əsəbi olmuşam. Yer gəlmişkən, kirpinin haqqında öyrənmişəm. Çox ciddi şəkildə ilişib. Dostu ilə onu Qaretin təşkilatçıları kimi ittiham eləyirlər. Onun özündə olmadığını sübut eləmək variantı var. O elə sözləri çələnləyir ki, xeyr, şər, sür, dostlar, Lucien, Caligari yer gəlmişkən məni ona görə polisə çağırmışdılar. İndi isə sənə məlum olsun ki, onun kimi daha altısı var. Bu tələdi! Hanı? Necə? Hanı Caligari? Qulaq as, məni nə işə qoşursan? Bu mümkün deyil. Axı biz heç vaxt bunu həqiqətən eləməmişik. Bu fırıldaqdır. Sən bütün həyatın boyu fırıldaqçıları oynamısan. Artıq adət eləmişsən. Öz aktyor təcrübəndə minlərlə bədxahi ilə gər planlar fikirləşmisən. Heç olmasa bir dəfə bunu həqiqətdə elə. Həm də xeyirxah məqsədlər üçün. Həqiqətdə. Hə, dostum? Belə, binanın planı, kanalizasiya, keşikçi və postların sxemləri. Kiminsə elektrikdən başa çıxır? Mənim. Cərəyan xətləri, işıq və siqnalizasiya. Çox diqqətli olun, əgər söz plandan gedirsə, xırdalıqlar olmur. Hər biriniz neyniyəcəyinizi saniyə bə saniyə bilməlisiniz. Heç bir sürpriz olmasın, yoxsa bütün zəhmətimiz boşa çıxar. Mən minlərlə dahi yana planlar fikirləşmişdim. Onların hamısı hansısa cəfəngiyata görə iflasa uğrayırdı. Ona görə ki, sən ölümcül düyməni basmadan əvvəl şərənləməyi çox sevirdin. Unutmayın cənablar, hər şey mühümdür, hətta havada. Cuma axşamına bizdə hava haqqında nə məlumat var? Fırtına xəbərdarlığı, cənab. Çox gözəl. Fırtına izləri yox eləyəcək. Mən sizi vağzalda gözləyəcəm. Artıq axşam qatarına biletləri almışam. Krallar kimi gedəcəksiniz. Yumuşaq vaqonda. Saxla, saxla. Çox sağ ol. Bu, nədir belə üzünüzə taxmısınız? Mən demişdim ki, hamısı qara olsun. Axı, qara yalnız bədxahlar geyinirlər. Ay, Narahat olma, hər şey yaxşı olacaq. Mən inanıram. Жизнь твоя, дружок, была похожа на поезд, идущий спокойно в депо. Все тихо, все мирно, все гладко. Теперь она больше похожа на кем-то снятое дурное кино. Все дымно, все странно, и словно в тоннеле темно. Да, теперь ты герой. Getdik. Нормальный герой. И сны тебе снятся, ты главный герой. Yes, но внутренний голос твердит и твердит, какой ты герой. Ну сам посуди, герой. Он какой-то другой, а ты... Oh yes, Азузей. Новые знакомые вокруг напевают, как же тебе повезло. Все тихо, все мирно, все гладко. И только старый друг грустит, наливая горькую воду в стекло. Все дымно, все странно, и словно в тоннеле темно.
il gebede duswe. Maraqlıdır. Да, теперь ты герой, нормальный герой. И сны тебе снятся, ты главный герой. Но внутренний голос твердит и твердит, какой ты герой. Ну сам посуди, герой, он какой-то другой, а ты... Sakit. Geri qalırıq. Cədvəldən 7 saniyə geri. Burada naqillər başqa rəngdədir. Sxemdəki kimi deyil. Mən bilmirəm hansını kəsim. Mənfi 20 saniyə. Qoy bu naqil olsun. Bir də bu. Hər ehtimala qarşı. Kirpi. Reis, mən daha eləməyəcəm. Kirpi. Ay kirpi. Kroş. Haradaydın? Biz seni her yerde aktarırdık. Her yerde. Mən budur, buradayam, burada. Sonra qucaqlaşarsınız. Tez olun. Tez olun. Lucien, mən bilirdim ki sən gələcəksən və bizi xilas eləyəcəksən. Puh! Vətəndaş sərnişinlər, 643 nömrəli qatarın yola düşməyinə 5 dəqiqə qalıb. Ana bax o əmi Kaligari'ye oxşuyur. Kaligari uydurulmuş personajdır əzizim. Bizim zamanımızın əsir qəhrəmanları. Beləliklə biz başlayırıq. Julien'in şousu. Tez olun, gəlin. Sən Pini yaddan çıxarmısan. Pin kimdir? O buradadır. Ha? Pin gələn dəfə qalsın. Bu gün heç bir sürpriz olmayacaq. Vəssalam. Mən Pinsiz getməyəcəm. Siz hamınız necə də əzizsiz. Açıyorum. Məndə bu qapının açarı yoxdur. 365-ci seriya. Ölüm qülləsindən qaçış. Tez ol, kəndiri qapıya bağla. Kənara çəkil. Həyəcan, mən yəqin ki yaralanmışam. Tez olun, kömək eləyin mənə, kömək göndərin. Budur. Axı siz kimsiz? Ümumiyyətlə burada nə baş vermək? Tez ol, qaç. Yaxşısı budur ki, soruşma dostum. Təsəvvür elə, qorxulu yuxu görürsən və sərbəst ol.
Gecikirlər. Gəlib çıxdıq. Bura, tez olun, bura. Gelin. Ay. Kaçırıq! Kaçaq! Ay! Köməyə gəlin! Mən yatmışam. Bu sadəcə yuxudur. Mən bütün bunları yuxuda görmək. İndi mən yıxılacağam və yuxudan oyanacağam. Tez! Les grossettes font le câble et pourtant le plein de sang les rend pas de calmer pour faire le Ten l'enquête rate le être test lettre et le soleil de contre le parent papa. What the bec qui sont les faibles mais je me perds au fin de quand les choses se suivent et qu'est le quête pour long. Siz harda veyllənirdiniz? Hamısı təmizdir. Getdin. Ay! Bugün hava nəsə yaxşı deyil. Deyirlər ki, hətta külək dayanacaqdan bir neçə dirijablı qoparıb. Ona görə də Julienin şousuna qayıtmağın əsl məqamıdır. Mən özümə təzə şampun almaq üçün mağazaya gedirəm. Onun da adı mənimki kimi Julien'dir. Belə reklam fasiləsindən sonra 18 nömrəli səhnə olacaq. Siz hələ darıxmamısınız ki, onda biz qəhrəmanımızın yanına qaydırıq. Bu nədir belə? Deyəsən sınmayıb. Axı bu qoyun hardadır? Efirə 3 dəqiqə qalıb. Gəlirəm. Biz buraya yaxşı girmişik ya. Siz burada neyinirsiniz? Mən sizə neçə dəfə demişəm ki, oğurluq malla studiyaya gəlməyəsiniz. Hə? Nədir? Mən ələ salmısınız? Boz, inanmayacaqsınız ama bu sanki bir bayramdı. Orada bir eynəkli başdan xarab var idi. Hə? Hamısını özümsə verdi. Hə? Siz nə qədər yaramaz olsaz da mərdən təəccübləndirməyi bacarırsınız. Boz, siz şovunuzla bütün şəhərin başını qatdığınız vaxt biz hər nə istəsə zorlaya bilərik. Həqiqətən düzdür. Ay səni oğru. Görüntünü değiş, tez, görüntü. Stubi dubi bubi dudum. Yalnız bir kemer kalım. Eybi yoxdur. Keçinərəm.
Baxın görüm. Bu lap doğrusu oldu. Lucien! Kapatış! O hardadır? Mən onu görmürəm. Sizə kömək lazım deyil. Ha? Budur o! Hamı dirijabla binsin. Cəld olun, cəld olun. Tez olun, tərpənin, tərpənin. Tez olun, tələsin. Sən demək olar ki, xilas olmusan. Hamı çıxa bildi? Hamı çıxdı? Yox, mən qalmışam. Möhkəm tut, Sinoptik. Hə! Sizdən kimsə dirijablı idarə eləyə bilir? Mən bacarmıram. Xalis nəzər cəhətdən hə. Bəs əməli cəhətdən? Ay, Kirpi, bax, bu kamerada... Ay, ay. Ay, Kirpi, bax, bu kameradır. O səni çəkir. İndi mən səni çəkəcəm. Hətta sən olmayanda. Hə? Hal-hazırdakı şəraitdə bu olduqca tez baş verə bilər. Bu çəkilişi taparlar və onda bilərlər ki, yer üzündə sənin kimi bir kirpi var. Oy. Bircə yenə də fırlanmasın. Biz hardayıq? Hardasa dəniz üzərində. Ya bizi açıq dənizə aparır, ya da elə bir yerdə dövrə vururuq. Mən orada işıq görürəm. Bax. Nə işıq, hə? Harda? Hanı? Hanı? Tez ol, tez ol. Bir şey elə. Tez ol, nəsə elə. Tez ol, nəsə elə. Bax o tərəfə. Belə. Nə baş verir? Axı nə olub?
biz hamımız öləcəyik. Sükanı sağa döndərmək lazımdır. Ay, sen işe bak. O bizim mayaktı. Sən bir ona bax. Dizel hələ də qurtarmayıb. Allah. Dayan. Ben burada bütün baş verenlerin mənası hakkında düşünürdüm. Hələ son olduğunu demək tez olsa da, yenə də hansısa nəticə çıxarmaq olur. Hətta ən qəhrəmancasına qəhrəmana elə bir adam lazımdır ki, gəlsin və lap azacıq, heç olmasa 1 millimetrlik, 1 milliqramlıq bircə damla ona kömək eləsin. Ha, ne oldu? Gelip çıktık. Yox, hələ çatmamışıq. Bilirsən, emosiyalar aşıbdaşanda söz tapmaq çox çətin olur. Amma indi mən özümü tamamilə rahat hiss eləyirəm. Ona görə də mənə danışmaq çox asandır. Mən nə edirdimsə, yalnız sənin üçün və sənin xatirinə eləyirdim. O nə vaxt yenidən işitməyə başlayacaq, hə? Tezliklə, çox tezliklə. Əla. Sən qaçmağa başlamazdan da əvvəl. Oh, mənə bu lazım idi. Bayram sayağı, amma bayağı yox. Axı, nə qədər səni gözləmək olar? Oo, gəlirəm. Oh, mən hazır. Hadi, hop. Ben nihayet gözlerimi açabilirim. İndi olar. Bura. Ay, Bura. bu odur. Benim evim. Çok möhtəşəm skamyasıyla. Şəraiti həyətdədir. Sobası ve bostanı da var. Sobası ve bostanı var. Bir de quraşdırılmış məişət texnikası. Sən eşidirsən? Aha, artıq çoxdan. Beni içeri aparın. Tez olun. Yox dostum. Sən evinə öz ayağınla gedəcəksən. Ne inirsiniz? Siz deli olmuşsunuz. Beni hele gezmeye olmaz. Benim her yerim ağrıyor. Tez beni arabaya oturdun. Beni öldüreceksiniz. Ne inirsiniz? Oturdum ben arabaya. Bu senin birinci adımların olacak. Burada. Tərpən, evinə get. Cəld ol, get. İndiki mənim evim var. Onda sizi qonaq dəvət edirəm. Qonaqlar, buyurun. Evime hoş gelmişsiniz. Gəlin ona tutaq. Gəlin. Belə. Dostlar, bir dəqiqə diqqət. Tarix üçün foto şəkil. Çəkirəm. Bura. Tez. Tez olun. Tez. Kimi? Bax belə. Gəl bura. Yaxşı. Mən bir şey başa düşmürəm. Əgər biz məxfi vəziyyətdəyiksə, Kaligari də məxfi vəziyyətdədirsə, onda ümumiyyətlə kim aşkar fəaliyyət göstərir? Кто мечтает быть пилотом, очень смелый, видно тот. Потому что только Режиссер смелый Денис полезет Чернов. в самолет. Потому что только смелых уважает высота. Потому что в самолете все зависит от винта. Senaryo müəllifi Aleksey Levin.
Bəstəkarlar Marina Landa, Sergey Vasilyev. Prodüserlər İlya Popov, Anatoliy Proxorov, Timur Bekmambetov. Filmi dublyaj etdilər. Aktyorlar Ofeliya Novruz qızı, Kamran Yunis, Cəlal Məmmədov, Səyyar Rüstəmov, Vüsal Babayev, Qədir Həsənov. Cizgi filmi Azərbaycan televiziyasında dublyaj oldu. Не забудь, что ты летатель, и не смей в кабине спать. Сон полезен для здоровья, а здоровье нужно всем. Но когда ты в самолете, у тебя миллион проблем. Под тобою километры, над тобою облака. И встремнуть ты можешь только до земли летишь пока. Потому что в самолете все зависит от винта. От винта. От винта. 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 От винта. Кто мечтает быть пилотом, очень смелый видно тот. Потому что только смелый сам полезет в самолет. Потому что только смелых уважает высота. Потому что в самолете все зависит от винта. От винта. Да, староват я стал для таких полетов. На